Salam dostlar, bugün biz admin səhifəsini qurmağa davam edirik və gəlin açaq bizim admin paneli. Və dostlar, bizim proqram açıldı. Və dostlar, burada tag səhifəsi olmalıdır. Kimdə yoxdursa gəlsin View-a, Toolbox və burada Toolbars üzr istəyirəm, onu seçirik. Və burada biz deməli sizdən seçməliyik. Deməli Vinci Tags gəlin bir balacalaşdıraq. Tamam, burada biz yazmışdıq sizlə C-diski, RAM, CPU, tarix, vaxt. Bunları seçirik və atırıq bizim səhifəyə. Və bir şəkildə düşür bunlar. Bağlayaq. Və gəlin indidən bir statik tekst əlavə eləyək bura. Bura yazaq deməli sistem məlumatları. Bunda dəyişiklik eləyək. Properties deməli dəyişirik. Color, background color, font color ağ seçək. Ya olsun ağ. Və background color da edək bu rəngdə. Tamam, bizə bir dənə qaldı. Bizim yazını ortaya çəkmək və biraz böyüdür, onu eləyək 24. Tamam, belə yaxşıdır və gəlin bunu kopya eləyək. Paste deməli olacaq bizdə. Prosesör böyüdək belə. Ondan sonra bizdə nə vardı? Gəlin dostlar, taglara baxaq bir də. Tags deməli C-diski, RAM, CPU, tarix. Tarix, vaxt. Tamam. Gəlin yazaq bunların hamısını. C-diski, duplicate, tarih, vaxt və bizdə nə qaldı? RAM və RAM əlavə eləyək. Və indi isə gəlin bunları səliqəli yığaq. Baxın, burada funksiya var, o işləyəcək. Switch vertikal yox, bu da işləmədi. Tamam, gəlin belə yığaq bunları. Və burada da dəyişiklik eləyək, effekt
font deməli center color, font color olsun yenə ağ, background color eləyək göy rəngdə. Niye olmadı? Nerede yokluyum? Bu yadımızdan çıxmışdı. Deməli dostlar, bu videoyu stoplayıram, hamısını siz də eləyin, vaxtımız buna çox getməsin. Deməli dostlar, bunu düzəltdik. Gəlin indi bizim, yox, gəlin save eləyək. Bizim əsas səhifəni də əlavə eləyək bura. Deməli əsas və start verək, baxaq bizdə nə görsənəcək. Və baxaq bizim admin panelə. Burada mən də çalışdım dostlar, siz onu düzgün seçərsiniz. Bizdə nə baş verdi, baxın. Tamam, bu vaxtı, tarix dəyişib. Yaxşı ki, bunu düzgün yığaq. Ya da dursun dostlar, siz özünüz düzgün yığarsınız bunu. Bizim üçün çox da bu əhəmiyyət kəsb etdi. Sadəcə bu göstərməkdir ki, sizə məlumatı hardan götürərsiniz. Əsas məsələlər qabaqdadır. Yəni dediyim kimi bu kurs qutarandan sonra siz bilməlisiniz, evin sizin arzısı bir 60%-in, bir 50%-in biləcəksiniz və növbəti artıq qutarandan sonra biz o böyük proyekt eləyəcəyik. Növbəti dərsdə də biz bir şablon quracağıq. Şablondan artıq, məsəl üçün, valvın ya pumpın failə getməsin, həmən səhifələrə tətbiq edəcəyik. Və bugünkü dərs bu qədər dostlar. Mən hamınıza təşəkkür edirəm. Çox sağ olun. Kanala abunə olmağı yaddan çıxartmayın və videonu bəyəndinizsə like qoyun.